Uşaqlar, növbəti mətnimizə keçdik. Qarabağ atları mətnidir bu. Bu mətn publisistik üslubda yazılıb. Yenə imtahanda iştirak etməyənlər üçün belə saxlayıram. Ekran saxlayıb oxuyun mətni, sonra suallara cavab verin. Deməli, birinci sualımız yenə 37 ilə başlayırıq. Hansı fikir mətnin heç bir abzasına aid tezis ola bilməz? Qarabağ xanlığında Qarabağ atları daha mükəmməl hala gətirilmişdi. Bu mətndə var. Birinci abzasa aid 17-18-ci əsrlərdə Qarabağ atları xanlığında bu atensi daha da təkmilləşdirilib, yəni inkişaf etdirilibdir. Ona görə A-nı yaza bilərik birinci abzasa. Dünya üzrə Qarabağ atları ən qədim at növü hesab edilir. Burada yazılıb ki, bəs Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Həmçinin deyir ki, milli at cinsidir, amma dünya üzrə ən qədim at cinsi olması deyilmir. Ona görə B variantını götürərsiniz. Digər variantlara da baxaq. Qarabağ atları yüksək sürətə malik olan at növüdür. Burada rekord qırıbda, bax buna əsasən deyə bilərik. 3-cü abzasdan çıxar bu fikir. Sonra Qarabağ atları Respublikamızın milli at cinsidir. Bax onu da buradan çıxara bilərik. Bu da 2-ci abzasdan çıxan fikirdir. Bu 1-ci abzası idi. Qarabağ atları 1980-ci illərdə təkcə ölkə daxilində yox, başqa ölkələrdə satılmışdı. Baxın, deyir 1980-ci ildə aksiyon vasitəsilə çoxlu sayda Qarabağ atları bəs digər ölkələrə satılıb. Bu da mətndə var. Yəni 6-cı abzasıdır bu. Ona görə bu variantı da atdıq. Variantımız B oldu. Mətnə əsasən hansı fikri söyləmək olar deyir. Qarabağ atlarının içində ən yüksək sürətə malik olan at növü yalnız maymundur. Yalnız maymundur deyir uşaqlar. Diqqət edin. Mətnə baxırıq. Baxın, burada deyir ki, bayaqları gördüm hardasa. Deyir ki, rekord sürət Ağdam atçılıq zavodunda yetirləşdən Sumqanda adlı at tərəfindən qeydə alınıb. Qarabağ atı yüksək qaçış sürətlə seçilir, bəs Ağdamda bu qeydə alınıb. Yəni, Sumqanda adlı at var. Yəni, ümumiyyətlə, maymunun yalnız yüksək sürətə filan malik olması deyilmir. Ona görə A səhvdir. Sonra, Qarabağ atlarını digər atlardan fərqləndirən əsas xüsusiyyətlər hündürboy və yüksək sürətə malik olmasıdır. Uşaqlar, fərqləndirən əsas cəhət limona çalan sarı, qızılı yaxud parlaq narıncı rəngdir. Yəni, rəngləri ilə fərqlənirlər. Ona görə bu da səhvdir. Ən yaxşı Qarabağ atları Şuşa və Ağdam rayonlarında olmaqla yekunlaşır. Bu da mətnə görə yanlış fikirdir. D-yə baxırıq, rekord qaçış. Bunu bayaqları dedik. Sumqanda adlı at tərəfindən qeydə alınıb. D variantı olacaq variantımız. Qarabağ atlarından ibarət olan cinslər Qafqaz ölkələrinə, yəni Gürcüstana, Ermənistana satılmışdı. Ermənistan satıldığı deyilmir axı uşaqlar bu mətndə. Ona görə bu yanlış olacaq. E variantı da getdi. D oldu. Verilmiş şərhlərdən biri tünd qara hərflərlə verilmiş sözə aiddir. Gəlin, baxaq, tünd qara hərflərlə verilmiş sözü tapaq. Auksiyon. Auksiyon, yəni belə düşündə, hər rast kimidir o göstəriləri, məsələn, nəsə qaldırırlar, qiymət elan edilir. İlk başda, məsələn, 500 manat deyilir, sonra arta gedir də, orada olan iştirakçılar nə qədər yekunda qiymət versilər, bax ona auksiyon deyilir. Yəni, belə şey olaraq izah etdim. Baxırıq, deməli, görək nə ola bilər burada. Deməli, bir əşyanı mal daha çoxaltmaq məqsədlə təşkil olunmuş səhnə deyil uşaqlar, yanlışdır. Bir mülkün və ya başqa bir şeyin açıq satışa qoyulması bu olar. Yəni, hər kəs oturur, kim ki onu almaq istəyir. Məsələn, 50 nəfər də tutalım, oturur orada və açıq satışda elan edirlər iç qiymət ki, məsələn, 500 manatdır, sonra artıra gedirik və satılır da yekun olaraq. B variantı olar. Mühazirə məruz yazırıq B. Mühazirə məruz nitq bu yox. Mexaniki sürət hesab əməliyyatı icra edən maşın deyil. Əsilzadə Kübar zümrəsinə mənsub olan yaşayış da deyil. B variantı olar. 40-cı suala baxırıq indi. Deyir ki, mətnə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. 2 kilometrdən çox məsafəni 3 dəqiqədən az qaçan at cinsi məlumdur. 2 kilometrdən çox məsafəni. 2 kilometrdən çox məsafə. Mətndə nə qədər idi? 2400 metr məsafəni isə deməli Sumqanda adlı at tərəfindən 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə, Qarabağ atı 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyə qaçmaqla tarixə iz salmışdır. Baxın, 1600 metr məsafəni qaçan at var 1 dəqiqə 54 saniyə. Amma 2400 metr məsafəni qaçan at haqqında məlumat yoxdur. Bu, ümid edirəm ki, Sumqanda adlı at növünə aid deyil. Bunu saxlayırıq, amma çox güman ki, yəni bu səhv olacaq. Dəqiq deyil də. Rusiyanın cənubunda və şimalında Qarabağ
Doğru fikirləri deyirdi bizdən. Üstəgədən az qaçan at cinsi məlumdur. Rusiyanın cənubunda və şimalında Qarabağ at cinsindən olan atlar üstünlük təşkil edir. Cənubunda və şimalında. Gəlin Rusiya olan hissəyə baxaq. Rusiya, bir dəqiqə. Baxın, buradadır. Deyir ki, ən yaxşı atlar Şuşadan və bu rayonlara yaxın ərazilərdə yayılıb. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına aparılır. Yəni, Rusiyanın cənubunda yerləşən at zavodlarına aparılır. Çoxluq təşkil etdiyi deyilmir. Həmçinin burada da Rusiyanın cənubunda və şimalında deyir. Bu fikir yanlışdır. Yəni, 2 olan dəqiq deyil də. Şimal məsələsi yoxdur axı. A getdi, D getdi, E getdi. Bu bir çox güman ki, düz olacaq. Buna indi bir də dönüb baxarıq. Yanlışdır. Müharibə vaxtı Qarabağ atlarının cinsinin çoxaldılması müəyyən çətinliklər olmuşdur. Müharibədən danışmır daxı burada. Ona görə 3 səhvdə 3-ü də götürəcəksiniz. Qarabağ atlarının yayıldığı məkanlardan biri də Ağdamdır. Bu var idi mətndə. 4 doğru fikirdə. Onun yanlışda nə işi var? Bunu da atdıq variantlar içərisindən. B variantı 1-3 oldu. O zaman uşaqlar, burada deyilir 2 kilometrdən çox məsafəni 3 dəqiqədən az qaçan at cinsi məlumdur. Yəni, o elə Sumqanda adlı ata aiddir və yaxud yenə də elə bir məsafədə qaçan at cinsləri var. 1-3 B variantı olacaq. Keçirik növbəti suala. 41-ci sualı yenə bu da qapalılardan bitiririk bu sualla. Mətnə əsasən aşağıda verilmiş fikirlərdən biri həm giriş üçün, həm də nəticə hissə üçün ortaq ola bilər. Həm giriş, həm də nəticə üçün. Görək nə var? Nəticəni oxuyaq. Deməli, 1960-70-ci illərdə filan sonra bazasının möhkəmləndirilməsi, cıdır yarışlarının marağının artması, Qarabağ atının mükəmməlləşdirilməsinə şərait yaradır. Uşaqlar, bayaqları 17-18-də oxumuşduq. Qarabağ atının mükəmməlləşdirilməsindən danışır bu hissədə diqqət etdirsəm. Və burada da bayaqları 17-18-ci əsrlərdə təkmilləşdirilməsinə, yəni o da mükəmməlləşdirilmədən söhbət gedir. Ona görə elə onu görək varmı? Fərqləndirən xüsusiyyətlər yox idi. Qarabağ atları daha yaxşı hala gətirilib. B variantı olacaq. Belə. Sonra keçdim açıq suallara uşaqlar. 42-də deyir ki, mətnə əsasən verilmiş hökmə əsaslandıran faktlar yazmaqla cədvəli tamamlayın. Sumqanda adlı at rekord sürətə malik olan at növlərindən biri hesab edilir. Deyir, bunu yazın da, yəni əsaslandırın. Bura yazırsınız, bayaq 1600 metr məsafəni nə qədərə qaçıb, onu yazırsınız. Nə bilim, 1 dəqiqə nə qədər saniyə idi. O həmin cümləni yazırsınız. Burada 2000 neçə idi? 2400 saniyəni, 2400 metri 2 dəqiqə 52 saniyəyə gedib. Bax, həmin cümləni yazırsınız və isbat etmiş olursunuz ki, həqiqətən də rekord sürətə malik olub. Keçdik 43-cü suala. Qarabağ atları barədə xüsusiyyətlər yazmalıyıq. Burada nələrsə yazmalıyıq. Məsələn, nə yaza bilərik Qarabağ atları haqqında? Məsələn, rənglərinə görə digər atlardan fərqlənir. Rənglərinə görə digər atlardan fərqlənir. Digər at növlərindən fərqlənir. Həmin cümləni yaza bilərsiniz bura. Sonra rekord sürətə malik olurlar. Onu yaza bilərsiniz. Rekord sürət məsələsini yaza bilərsiniz. Başqa görək nə yaza bilərik? Rekord sürət, yüksək qaçış da yaza bilərsiniz də təbii ki. Sonra bunu yaza bilərsiniz ki, bəs sarı, qızılı yaxud parlaq narıncı rəngdə olur. Sonra dünya ölkələrinə də satılıb bu atlar. Bunu da yazmaq olar. Başqa görək nə yaza bilərik. Deməli, digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Parıldayan narıncı rəngdə olmasını yazırsınız. Yalı və quyruq tüklərinin uclarının qızarmış formada olmasını da yaza bilərsiniz. Ümumiyyətlə, forma xüsusiyyətlərindən də yaza bilərsiniz və yaxud qaçışlarından filan da yaza bilərsiniz uşaqlar. Bura hər şey yazmaq olar. 44-cü sual. Mətndə çərçivə daxilində verilmiş sözlərə əsasən cədvəli tamamlayın deyir. Sözlər, qarşılığı, qarşılığın cümlə daxilində işlənməsi. Çərçivə daxilində verilmiş sözlərimiz nələrdir? Qədim at cinsi. Qədim sözümüz başqa varmı? Əlamətlər. Qədim və əlamətlər.
Qədim ad cinsidir, elə deyir də. Bir də ki, əlamət. Qədim əlamət. Əlamət sözünə yaza bilərik xüsusiyyət. Bir dəqiqə. Xüsusiyyət yazırıq, sonra qarşılığını cümlə daxilində işlədirik. Məsələn, mənim xüsusiyyətim hamını bezdirib. Görürsünüz, xüsusiyyətimiz bezdirib. Mənim bu xüsusiyyətim hamını bezdirib. Nəysə, belə bir şey yazmaq olar. Qədim sözünün təbii ki, qarşılığı olaraq yaza bilərik. Görün, bir dənə baxıram. Qədim ad cinsi. Qarabağ atları Asiya və Qafqazda ən qədim ad cinsi, ən köhnə ad cinsi yazmaq olmaz. Qədim sözünə köhnə yazmamız düzgün deyil. Nimdaş heç yazmarıq. Əski yazmaq olar bura uşaqlar. Ən əski. Qədim sözünü yazırıq, əski sözünü. Yəni yerinə görə də uşaqlar. Yoxsa məsələn, təbii ki, köhnə gedərdi, amma əski burada daha düzgündür. Məsələn, deyirəm ki, bu əski tarixə malik olan ölkədir. Malik ölkədir. Belə bir şey yazırsınız və tamamlayırsınız. 4-cü abzasa aid plan bəndləri istəyir. Uşaqlar, plan bəndlərini yazarkən unutmayın, planlar mütləq söz birləşməsi şəklində olmalıdır. Yəni, çaşıb planları cümlə şəklində yazmayın. Baxırıq, 4-cü abzasa aid plan bəndləri nə yaza bilərik? Məsələn, Qarabağ atlarının fərqli xüsusiyyətləri yaza bilərsiniz. Düzdürmü? Daha mən orada yazmıram. Qarabağ atlarının fərqli xüsusiyyətləri, Qarabağ atlarının formaları, sonra məsələn ayaqlarının formaları, belə bunları yaza bilərsiniz. Sonra ceyran tipində olan atların formaları kimi nələrsə yaza bilərik. Və yaxud Qarabağ atlarının rəngləri yaza bilərsiniz. Bunları yəni yazmaq rahatdır məncə. 46-cı sualda deyir ki, mətndə əvvəlində rəqəm yazılmış hansı cümlələrdə məcazi mənalı söz işlənməmişdir? Görək, harda işlənməyib o söz? Baxaq. Görək, rəqəm yazılmış hansı cümlələrdə məcazi mənada söz işlənməyibdir. Rəqəm yazılmış cümlələri. Bir dənə uşaqlar, mən buranı təmizləyim. Bütün qıpqırmızı eləmişəm buraları. Rəqəm yazılmış sözlər. Rəqəm deyərkən təbii ki, sıraları götürmürsünüz də, 1-2-ləri götürmürsünüz. Bunu götürürsünüz. 1. Rekord sürət Ağdam. Bu birinci cümləmizdə oxuyacaq cümlələri. Sonra bu ikinci cümləmizdir. Bu üçüncü cümləmizdir. Başqa bir cümlədə yoxdur. Oxuyaq cümlələri. Birinci cümləmiz nə uzundur belə. Rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən Sumqanda adlı at tərəfindən 1600 metr məsafəni filan qaçmaqlı tarixə iz salmışdır. Uşaqlar, burada məcazi var. Biri atacaqsınız. Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Burada yoxdur. Bunu götürəcəksiniz. Çox az hallarda kəhər, boz və çal rənglərdə təsadüf olunur. Təsadüf olmaq məcazi deyil. Uşaqlar, etmə eləmək olmaq burada məcazi yaratmayıb. 2-3 götürəcəksiniz və tamamlayacaqsınız bunu. 2-3. Mətn əvvəlində rəqəm yazılmış hansı cümlələrdə məcazi mənalı söz işləməyib. Sadəcə bunu soruşur. Keçək qrammatikaya uşaqlar. 47-ci suala baxırıq. Deyir ki, amonimlər çox mənalı sözlər. Bu bilirsiniz ki, Euler-Venn diaqramının bir balaca fərqli formasıdır da. Həqiqiliyini itirir, məcazi mənada işlənir. Bu çox mənalı sözlərə aiddir, bilirsiniz. 1 yanlışdır. Leksik amonimlərlə yanaşı həm də qrammatik amonimlər də vardır. 2 düzgündür. Qrammatik amonimlər dedikdə uşaqlar şəkilçiləri nəzərdə tutur. 2 düzdür. 2-ni götürəcəksiniz. 1-i də atacaqsınız. E getdi, B getdi. Həm eyni, həm də müxtəlif nitq hissəsinə aid olur. Bilirsiniz ki, çox mənalı sözlər bir mənanın törəmə mənaları olduğu üçün, başqa törəmə mənaları olduğu üçün hər zaman eyni nitq hissəsi olur. Ona görə 3 səhvdir, 3-ü də atdıq variantlardan. Baş, ayaq sözləri çox mənalı kimi işlənə bilir. Düzdür, işlənə bilir. Məsələn, dağın başı, ağacın başı, kəndin başı deyə bilərik. Ayaq deyərik, stulun ayağı deyə bilərik. İşlənər məcazi kimi. 4-ü götürəcəksiniz, 2-4 net götürülür. O zaman D variantı da deyil. Dilimizdə elə sözlər vardır ki, həm amonimli, həm çox mənalılığı vardır. Bəli, xüsusiyyətlər də elə burada gördüyüm ki, 5-i də götürürük. Yalnız eyni bir nitq hissəsinə aid olur. Amonimlər fərqli nitq hissəsi də ola bilər. Ona görə bu yanlışdır. 2, 4, 5 A variantı olacaq. Kamillik sözünün fonetik xüsusiyyətlərlə bağlı doğru fikir. Uşaqlar, fonetik xüsusiyyət istəyirsə, siz bunu avtomatik nə etməlisiniz? Tələffüzünü yazmalısınız.
kamillik deyə yazdıq tələffüzünü. Ahəng qalını gözlənilib, yəni gözlənilib o deməkdir ki, tabedir. Amma burada bir qalın var, bir də incələr var. Ona görə bu səhvdir. Eyni səslə başlayır, eyni səslə bitir. K ilə başlayır, x-ilə bitir. Atdıq bunu da. B variantı da getdi uşaqlar. Yazılışı ilə deyilişi arasında fərqli məqam yoxdur. Axı var, x kimi tələffüz olunur. Bu da səhvdir. Kar cingeti samit cütlü işlənib. Kar cingeti budur da. Məsələn, tutalım k, g, x, y. Bunu nəzərdə tutur. Yoxdur burada. Sonra sözdə y cingeti samitin kar qarşılığına rast gəlir. Y-nın qarşılığı x-dir. Bəli, rast gəlinir. E variantı düzgün olacaq. Hansı sözdə ön şəkilçi yoxdur? Savad sözündən bisavad, yəni savadsız yaratmışıq. Kəmşirin mürəkkəb sözdür. Kəm də ayrıdır, şirin də ayrıdır. B variantı olacaq. Bihal halsız deməkdir. Bi ön şəkilçidir. Nakam, yəni arzusuna çatmayan deməkdir. Na ön şəkilçidir. Laqeyd də qayğısız deməkdir. Qeyd amonim sözdür, bilirsiniz. Bir nələrinizə qeydini götürmək, dərsin qeydini götürmək. Bir də ki, bildiyimiz qayğı mənasını verir də. Laqeyd qayğıkeş mənasındadır. Ön şəkilçi var. Deməli, variant B oldu. Yazılışı səhv olan sözləri müəyyən edin. Yəlik, yönlük, təsirli. Bu bilirsiniz də milli alınma sözlər var idi. Bax, həmin mövzu ilə bağlı qaydadır. Milli alınma məsələsi. Sinif sözü alınma sözdür və bu həm hal, həm də mənsubiyyəti saytını itirməlidir. Amma itirməyə fikir verirsinizsə, deməli bir səhvdir. Nəsil sözü alınma sözdür, saytını itirməli idi, itirib bu düzdür. Çiyin sözü milli sözdür, yalnız mənsubiyyətdə itirir. Milli mənsubiyyət. Və burada yönlük hal qəbul edib itirməməlidir saytını. Doğrudan da düz verib. 3-ü götürürük. Fikir sözü alınma sözdür. Daha doğrusu səhvlər istirdi buradan. Bunu götürməliyik. Fikir sözü alınma sözdür. Yönlük halda saytını itirib, bəli, itirməli idi. Səhv deyil, götürürük bunu. Təsirli halda fəsil sözü alınma sözü saytını itirməli idi, amma itirməyib. 5-i götürməliyik. Beyin sözü milli sözdür. Saytını itirməməli idi təsirli halda, amma itirib fikir verdiyiniz kimi altında götürdük. 1, 5, 6 A variantı olacaq. Keçdik. Tün sözü hansı sözdən əvvəl gəldikdə ondan sonra defs işarəsi qoyulmalıdır. Bilirsiniz ki, tün sözü sifətin dərəcəsini yaradarkən defslə yazılır və dərəcə yaradarkən özündən sonra rəng bildirən sözlər gəlir. Məsələn, qırmızı, qara, ağ və s. Tünd rəng desəm, rəng ismi gəlir. Niyə yaratsın? Tünd çay desəm, çay ismi gəlir. Tünd qapı ümumiyyətlə düzgün bir deyil. Harca rəngi tünd mənasında ola bilər. Tünd köynək də olmaz. Tünd qara defslə yazılar D variantı və çoxaltma dərəcəsində olar. Altından xətt çəkilmiş sözün say kimi işləndiyi cümləni müəyyən edin. Çox sözündən söhbət gedir. Çox bilirsiniz ki, say, ədat və zərf kimi işlənir. Çox gözəl idi. Gözəl sözü sifətdirsə, çox sözü burada ədat olacaq. Getdim. Çox danışmaq. Danışmaq sözü feildir. Ona görə çox sözü burada zərf olacaq. Getdi. Çoxluq burada ümumiyyətlə çoxluq sözüdür. Bu isimdir. Getdim. Çox danışdın, qalx yetər. Danışmaq feildir. O zaman çox sözü burada zərf olacaq. Çox bal toplasan, bal burada isimdir. Çox sözdə say olacaq. E variantı oldu variantımız. Hansı cümlədə əvəzli işlənmişdir? Elə Arif deyəni təkrar edirdi. Elə burada elə əsilməz dəqiqləşdirici ədatlardır. A variantı səhvdir. Onsuz dünyanın ləzzəti yoxdur. Onsuz dünyanın ləzzəti yoxdur. Onsuz əvəzlikdə sifətdir. Getdi B variantı. Sonra qardaşı arxasında dağ kimi dayanmışdı. Kimi burada qoşmadır uşaqlar. Birdən əvəzlik filan düşünərsiniz. Deyil. Normalda kimi əvəzliyimiz var. Qeyri-müəyyən əvəzlik. Amma burada deyil. Mənlik olan hər şeyi tamamladım. Mənlik isimdim. Getdim. Yox. Burada hər şey var imiş. Tez gördük bunu. Hər şey qeyri-müəyyən əvəzlikdir. D variantı. Sənlik işimiz qalmamışdır. Sənlik də isimdir. Ona görə getdim. D variantı oldu. 54. Hansı feil inkarlıq şəkilçisini qəbul etməz? İnkarlıq şəkilçimiz ma şəkilçisi idi. Bilirsiniz ki, feilin lazım şəkli bunu qəbul etmir və həmin variantı tapırıq. Yazası sözü qəbul etməz. Həm zərfin, həm də feilin xüsusiyyətini daşıyan sözün işləndiyi, yəni feili bağlamanı tapın deyir. Feili bağlamanın şəkilçilərini yaxşı bələd olmalısınız, uşaqlar, yoxsa bunu yaza bilməzsiniz. Dediyi sözü feili sifətdir, atdınız. Uşaqlar xeyli gəzib evə tərəf yollandılar. Xeyli gəzərək evə tərəf yollandılar. Elə B variantıdır. İb feili bağlama olduğu zaman onu araqla əvəz etmək mümkün olur. Nağıl danışan adamda başqa bir istedad vardır. Danışan feili sifətdir, atdınız. Məsdərdir. İsimlə feilin xüsusiyyətini daşıyır. O dərsə gəlməyibdir. Buradakı ibdən nəqli keçmiş zaman şəkilçisidir. Bunu da atırıq.
56. Hansı cümlədə d idi hissəciyin ixtisar formasıdır? Uşaqlar, d feillərə qoşulduğu zaman bilirsiniz, qrammatik şəkilçilərdən sonra qoşulur. Adlara qoşulduğu zaman isə ayrı yazılır. Adlar dediyim zaman isim, sifət, say, zərf, əvəzliyi nəzərdə tuturam. Bilirdim sözü ilə A variantı olacaq. Sözün kökü bil, ir zaman şəkilçisidir, di idi hissəciyidir, m-da şəxs onluğudur. Bildi sözündə kökə birbaşa qoşulubsa bu keçmiş zamandır. Həmçinin D sözün kökü mənkar, D zaman şəkilçisidir, getdi. Yazdı sözündə keçmiş zamandır, yenə yazdı sözündə keçmiş zamandır, qoydu sözündə də keçmiş zamandır. Atdıq. Gələnlərdən, gedənlərdən xeyli danışdı. Sözün kökü danışdı, keçmiş zamandır, getdi. Onu sərt bir baxışla süzdü. Süzmək feildir, dü keçmiş zamandır, bu da getdi. Variantımız A variantı oldu. Belə uşaqlar, bir balaca izahlar gec oldu. Çünki bilirsiniz, buraxılışa az qalır, 11-lərə çox vaxt ayırmalıyıq deyə əlavələrdən ancaq bugün bu saata vaxt etdim. Sağ olun.